Bu dəfə qarı pulla aldıq. Bəli, səhv eşitmədiniz. Bakıya qar yağmadı, yağsa da yerdə qalmadı. Biz də tur alıb qarı görməyə biraz uzağa getdik. 2 günlük Quba Şaxta vloguma xoş gəlmisiniz. Bu dəfə tura tək qatılmadım, mamanı da özümlə apardım. Bakıdan Qubaya tur avtobusu ilə yola düşdük. Öncə səhər yeməyi yedik. Yeməyimizi bölüşməyi də unutmadıq. Yol boyunca çox maraqlı və əyləncəli oyunlar keçirilirdi. Çox güldük, əyləndik. Pozitiv bələdçimiz və tur iştirakçılarımız sayəsində heç yolda sıxılmadıq. Yol üstü Qəçrəşdə dayandıqda biraz təmiz hava alaq dedik və belə bir yerdə əyləşib ləzzətli göy qotablarından yedik. Ardınca da qəşəng çay içdik. Əyləşib dincələrkən ördəklərin də olduğunu gördük. Hətta burada biri digərini çağırır ki, gəl sən də kameraya düş. Bu isə mənəm, yelləncəyi tapmışdım, yellənirdim. Nəysə, yolumuza davam etdik. Gəlib çatdıq qalacağımız otelə. Bura Qubanın göl mənzərəli Macara otelidir. Golf maşını bizi və çamadanlarımızı resepsiyona qədər apardı. Otel otağımıza gəlib çatdıq. Burada da belə kiçik bir otaq tur edirəm sizin üçün. İçərisi geniş, təmiz və səliqəli idi. Rahatlıq üçün hər şey düşünülmüşdü. Otağımız dağ mənzərəli idi. Elə əşyalarımızı yerləşdirən kimi çıxdıq biraz ətrafı gəzək. Dağ, göl mənzərəsi, təmiz hava, ən əsası şəhərdən uzaq və sakitlik. Bura həqiqətən adama huzur verirdi. Sonra otelə qayıdıb spa xidmətindən yararlandıq. Burada da belə yanaqları qızarmış, yorğun, amma dincəlmiş halda spadan qayıdıram. Axşama konsert olacaqdı. Bu arada bizim gedişimiz Sevgilər günə təsadüf etdiyi üçün axşama əyləncəli şou proqram vardı. Rəqslər, diskoteka, cütlüklər arasında yarış, hamısı çox maraqlı keçdi. Biz isə ləzzətli yeməklərdən sifariş edib anın dadını çıxarırdıq. Sonda isə bizə belə gözəl və şirin bir desert ikram edildi. Beləcə turumuzun ilk günü çox gözəl keçdi. İkinci gün otelin səhər yeməyindəyik. O qədər çox dadlı şeylər var idi ki, yeməyə adam bilmirdi ki, hansını seçdi. Mən Azərbaycan otellərində belə bol çeşidli səhər yeməyi ilk dəfə görürdüm düzü. Heç də Antalya otellərindən geri qalmırdı. Tur planda ikinci gün Şaxdağ qış kompleksinə getmək vardı. Gəlib çatdıq Şaxdağa, amma burada da təəssüf ki, çox qar yox idi. Ancaq zirvədə var dedilər və orada kanatla çıxmalı olduq. Burada da oynayanları görürsüz. Deyirəm bizim millət nə olur olsun, təkə keyfi yerində olsun. Nəysə, qar görməyə ən yüksəkliyə qalxmağa kanata mindik. Mən Şaxdağa 3-cü dəfə idi gəlirdim, amma bu kanatı ilk dəfə təcrübə elədim və çox xoşuma gəldi. Düzü mənə görə biraz bahaydı, amma minməyə dəyərdi. Bu həm də mamamın da ilk kanat təcrübəsi idi. Onun da bu tur çox xoşuna gəldiyinə görə ürəkdən deyirəm ki, getməyə dəyərdi. Sonra şəkil videolarımızı çəkdirdik, kiçik bir çay fasiləsi etdik və Bakıya geri qayıtmaq üçün yola düşdük. Yenə yol boyunca bu dəfə fərqli maraqlı oyunlar keçirildi, söhbətlər edildi və biz Bakıya çatdıq. Bu şirkəti yadda saxlayın, çünki ilin 4 fəsli fərqli istiqamətlərə belə gözəl və maraqlı gəzintilər təşkil olunur. Son olaraq xatir olsun deyə qrupla çəkdirdiyimiz bu video ilə vlogu sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti vloqlarda görüşənədək. Siz də gəlin və bizimlə birlikdə əylənin.